onlayn dərslərin keçirilmə formasını izah edirəm müəllimlər sizin üçün. Baxın, sentyabr qrupundan biz dərslərin keçirilmə qaydasına baxırıq. Sayta biz daxil olduqda burada görürük ki, müəllimlər, fiziki tərbiyə sentyabr qrupu. Bura daxil olduqda müəllimlər, idman oyunları deyilən, məsələn, bir bölmə açıqdır. Həmən bölmədə siz görürsünüz ki, müəllimlər, voleybol birinci hissə, ikinci, üçüncü, hakim işarələri, sonra voleybol müəllimlər, test birinci hissə, ikinci hissə və müəllimlər, sentyabr qrupu hansı ki, dərsləri keçib. Baxın, yalnız həmən dərslər aktivdir. Yəni, burada başqa dərslər də var. Sadəcə qrupun keçdiyi dərslər burada hansı ki, aktivdir ki, çünki onlar artıq bu dərsi keçiblər və bu dərsi izləyə bilərlər. Dərsin video izahları yüklənilir müəllimlər həftədə 2 dəfə. İzahlardan sonra Zoom proqramında bizim canlı dərsimiz olur. Canlı dərsimizə də ola bilər ki, hansısa bir müəllimləri qoşula bilmir, yəni deyək ki, işi var və s. Canlı dərsdə biz müzakirə edirik, sual-cavab edirik, kim nəyi başa düşməyib, onları izah olunur. Əlavə olaraq da ekran paylaşılır müəllimlər. Deyək ki, həmən dərsə aid biz testlərə baxırıq. Məsələn, biz deyək ki, voleybolun müzakirəsini aparmışıq canlı şəkildə Zoom proqramında. Burada mən həmən video izahı paylaşmışam. Və yaxud da şahmat dərsini müəllimlər deyək ki, müzakirəsini canlı şəkildə aparmışıq. Yəni, video izahlara baxıldıqdan sonra müəllimlər, şahmatın deyək ki, müzakirəsi gedib. Baxın, burada canlı şəkildə biz danışırıq müəllimlərlə. Müzakirə olunur müəllimlər və yaxud da sonda biz ekran paylaşırıq və həmən mövzuya aid, deyək ki, dərsimiz şahmatdırsa, baxırıq ki, şahmata aid, deyək ki, müəyyən bir testlərə baxmışıq burada. Bundan əlavə olaraq da müəllimlər, hər bir dərsin müzakirə dərsindən sonra siz görürsünüz ki, burada testlər yerləşdirilib. Məsələn, deyək ki, tutalım ki, mən daxil oluram. Deyək ki, şahmat birinci hissə testlər. Müəllimlər, baxın, testlər bu formada yerləşdirilib. Deyək ki, mən yazıram, tutalım ki, 1-2 testi mən yazdım. Testi yekunlaşdırıram burada. Testi yekunlaşdırdıqda müəllimlər, burada görürük ki, yəni 60 sualdır. Mən bir doğru cavab verdim, mən 1 bal topladım. Bir səhv cavab verdim və 58 sualda mən yazmadım, boş saxladım. Və hər bir sualın altında müəllimlər deyək ki, burada yazmadığıma görə düzgün cavab verilib. Və yaxud da səhv yazdığım sual hansıdır? Məsələn, bu sualda tutalım ki, mən C variantı yazmışam, lakin cavab deyək ki, D variantıdır. İstənilən sualın altında müəllimlər video izaha bax var. Yəni, həmən sualı səsli şəkildə nəyə görə bu variantı mən orada izah etmişəm. Kimdə səhv hardadırsa, həmən sualın deyək ki, müəllimlər izahına burada baxa bilər. Səhv yazdığınız deyək ki, sualların da düzgün cavabları burada göstərilib müəllimlər. Bir də burada iştirakçılar üzrə reytinqə bax var müəllimlər. Məsələn, burada mən indi 1 bal topladığıma görə, burada var ki, mən 2 saniyə burada vaxt sərf etdim və 1 bal topladım. Reytinq cədvəlində mən 40-cı yerdəyəm. Yəni, ilk 10-luğu biz görə bilirik ancaq və özümüz reytinq cədvəlində neçənci yerdə isə həmən yeri biz müəllimlər görə bilirik. Testi siz dəfələrlə işləyə bilərsiniz. Lakin reytinq cədvəlində sizin müəllimlər, ancaq ilk nəticəniz, məsələn, ilk dəfə siz 5 bal topladınız, sonraki testdə təkrar işləyib, məsəl üçün, 20 bal toplaya bilərsiniz. Sizin reytinq cədvəlində müəllimlər, yalnız 5 balınız burada əks olunacaq. Oldu bizdə bu formada. Əlavə olaraq müəllimlər üçün burada kurikulum deyilən bir bölmədə yaratmışıq. Məsələn, kurikulum nədir mövzusuna aid burada testlər yerləşdirilib. Bunda işləmək mümkündür müəllimlər. Kurikulum ikinci mövzu, yəni hüquq vəzifələrdir. Bəli, təhsil qanununa aid hansı ki burada testlər yerləşdirilib. Bu testləri də müəllimlər hansı ki saytdan daxil olub işləyirlər. Onlayn dərslər, baxın müəllimlər, bu formada keçirilir. Məsələn, deyək ki, video izahlardan tutalım ki, şahmat ikinci hissə. Baxın, bu video izahdır. Bu isə müəllimlər, deyək şahmat məsələn ikinci hissə, bu testdir artıq. Yəni, üstündə onsuz da qeyd olunub nə video izahdır, nə müəllimlər, deyək ki, testdir. Və yaxud da voleybol birinci hissə müəllimlər. Deyək ki, baxın, testlərdir, biz testi yazırıq, yazdıqdan sonra da deyək ki, düzgün cavablara baxa bilirik.